Neyse qatırlar, neyse chia toxumu buradan gəldi, nə bilim limon sıxın, limon arıqladacaq, limon nə bilim heç nə deyilənmir. Mən limon ümumiyyətlə yemirəm, istifadə eləmirəm, arıqlamıram. Əgər limon insanı arıqladırsa da mən niyə arıqlayıram? Və yaxud da ki, nə bilim zəncəfil insanı arıqladırsa, mən zəncəfil ümumiyyətlə dadını sevmirəm, mən niyə arıqlayıram? Və yaxud da ki, nə bilim pul biber insanı arıqladırsa da, o mədənizi pis günə qoyursunuz ha, onlara insanı arıqladırsa da, mən niyə arıqlayıram, onlardan istifadə eləmirəm axı. Ay kivi yiyin, belə arıqlayacaqsınız. Ay grapefruit yiyin, belə arıqlayacaqsınız. Bunlar hamısı boşdur. Sadəcə izlənmə xətrinə deyilən şeylərdir, başa düşürsünüz. Sadəcə izləyəsiniz, like eləyəsiniz, like eləyəsiniz. Və arıqlama prosesini sizin gözünüzdə bu qədər asan. Baxın, mən əziyyət çəkirəm. Nədə əziyyət çəkirəm? Gedir baxır o blogerlərə. Bir həftədə 10 kilo. 3 həftədə nə bilim neynə, nə bilim dağları tərsinə çevirəcəksən sən bu qarışımla. Və gəlir mənim yanıma. Mən isə sağlam şəkildə insanı arıqladıram. Normal insan aya 10-15, 20, 50 kilogram itirməməlidir. 4 kilogram, 5 kilogram normal çəki etkisi vəd eləyirəm mən bu insana. Razı qalmır. Başa düşürsünüz? Sən nətər diyetoloqsan, məni 5 kilogram arıqlada bildin. Nə bilim diyetoloq filan kəs məni 17 kilogram arıqlatmışdı bir aya. Yəni bu göstərici deyil, bu yaxşılığın, pisliyin göstəricisi deyil.